Salam, istədim biraz sizlə söhbət edeyim. Görüm, sizin də həyatınızda var elə insanlar. Deməli, həyatı boyu bir araya gəlməyəcəyiniz insanlar, həyatı boyu salam sağol eləməyəcəyiniz insanlar, həyatı boyu bir masada əyləşməyəcəyiniz insanlar gedirlər orada burada otururlar, başlayırlar sizin haqqınızda danışmağa. Və bu bədbəxt insanlar da elə bilirlər ki, onların danışdıqlarını gəlib sizə çatdırmayacaqlar. Niyə? Sual verirəm buradan sizə. Niyə? Nə keçir əlinizə? Mənim haqqımda danışmaqla, məni kiməsə pisləməklə, məni kimisə gözündə salmaqla nə keçir əlinizə? Nə verirlər? Medal verirlər sizə. Ay bədbəxtlər. Yazığım gəlir sizə valla. Arada məsələn belə şeylər eşidəndə deyirəm ki, Allah o insanları o qədər xoşbəxt eləsin ki, mən yadlarından çıxım. Sizin adınızı belə mən ağzıma almıram. Mənim heç yadıma düşmürsünüz. Valla sizin varlığınız haqqında çox düşünməmişəm də ki, belə insanlar var ətrafımızda. Çünki maraqlı olmamışsınız mənə həyatı boyu. Nə sizin həyatınız, nə sizin varlığınız, nə sizin yaradıcılığınız, nə sizin şəxsi həyatınız, heç bir şeyiniz mənə maraqlı olmuyor. Mən hətta danışmadığım insanlar haqqında belə biri deyə bilməz ki, danışmırıq, amma Arzu mənim haqqımda orada burada nəsə bir şey danışıb. Mümkün deyil. Mümkün deyil. Danışmadığım insanlar haqqında belə mən heç nə danışmıram. Çünki mən o vicdana, o şəxsiyyətə sahib insan deyiləm ki, durum kimisə haqqında nəsə bir şey danışım. Kimsə dost olduğumuz vaxtı, yaxın olduğumuz vaxt mənə oturub dərdini, sirrini danışsın. Mən də bir balaca dalaşan kimi gedim şəxsiyyətsizlik eləyim, başlayım o insan haqqında onun danışdıqlarını orada burada danışım. O sizin kimi insanlara yaraşır. Çünki şəxsiyyətsiz, mənliksiz insanlarsınız. Bəsdir də. Burada sustum da bəsdir də nə qədər olar? Susuramsa bu demək deyil, gəlib çıxıb başımda oturmalısınız, bütün günü mənim haqqımda danışmalısınız. Allah sizə o qədər xoşbəxt eləsin ki, valla bilirəm ki, bədbəxt insanlarsınız, yazığım gəlir sizə. Ona görə sizə həmişə dua edirəm ki, Allah sizə o qədər xoşbəxt eləsin ki, mən sizin yadınızdan çıxım. Mənim haqqımda oturub danışmaqdansa, gözəl şeylər baş versin həyatınızda, oturub öz həyatınızı müzakirə edin ki, bugün mənim həyatımda belə gözəl bir hadisə baş verdi, bugün belə bir şey oldu, yaradıcılığımda, şəxsi həyatımda, nə bilim, başqa bir şeylərdə gözəl şeylər baş verdi və mənim başım ancaq özümə qarışıqdır. Necə ki, mənim başım özümə qarışıqdır, öz şəxsi həyatıma, öz işimə, gücümə, yaradıcılığıma, sizin də eləncin olsun. Çünki mənə qətiyyən maraqlı deyil. Sizin varlığınız belə mənə maraqlı deyil. Yenə vurğulayıram. Varlığınız belə maraqlı deyil. Vicdansız insanlar, bax, məsələn, indi burada bəzilər başlayacaq ki, sən kimsən ki, belə danışırsan da falan filan. Hər kəs özünə görə bir insandır. Hər kəsi Allah yaradıb. Amma vicdanlı, vicdansız olmaq, o isə artıq insanın özündən asılıdır. Çünki vicdanlı insan heç kimin pisliyini istəməz. Vicdanlı insan heç kimin şəxsi həyatı ilə maraqlanmaz. Vicdanlı insan heç kimin bədbəxtçiliyinə sevinməz. Nə bilim, orada burada onun haqqında pis danışmaz. Çörəyinə bais olmaz. Vicdanlı insanlar heç vaxt bunu eləmir. Amma bədbəxt insanlar, bu içi çürük insanlar onu eləyər. Çörəyinə də bais olar, onun haqqında pis də danışar, onun haqqında hamının gözündən salmaqdan ötürü əlindən gələni də eləyər. Çünki çürüyürsünüz içdən, qurd içdən yeyir sizi. Çünki bədbəxt insanlarsınız. Biraz qəlbinizi gözəl tutun ki, həyatınızda da hər şey gözəl olsun. Susuram bu demək deyil ki, gəlib başıma çıxasınız. Yəni, heç vaxt belə bir video çəkən insan olmamışam. Məni tanıyan hər kəs çox gözəl bilir. Amma da bəsdir də. Susduqca gəlb adamın başına çıxırsınız. Elə bilirsiniz ki, haqlısınız. Yox, bədbəxtsiz sadəcə olaraq. Yenə vurğulayıram, bədbəxt. Və sizə bir arzum odur ki, mən bu sözü o qədər çox sevirəm ki, həyatınız qəlbiniz kimi olsun. Çox gözəl sözdür. Bir də kim mənə nə arzu eləyirsə, Allah 1000 qatını sizə yetirsin. Kim mənə nə arzu eləyirsə, Allah 1000 qatını sizə yetirsin.